Keçip yüreklerde kalan oldunuz. Unutmak olar mı sizi şehitler? Dünyanın heyrette salan oldunuz. Azadlık odunda yalan oldunuz. Köçüp yüreklerde kalan oldunuz. Unutmak olar mı sizi şehitler? Unutmak olar mı sizi şehitler? Gerdi köksünüzün namert güllesi, dondu dilinizden vətən nəğməsi. İndi yanaların ahın aləsi, akan gözlərimin yaşı şəhidlər. Yazdı köksümüzü namert cüllesi, dondu dilimizde vətən nəğməsi. İndi yanaların ahın aləsi, ahan gözlərimin yaşı şəhid. Dünyanın heyrete salan oldunuz. Azadlık odundan yanan oldunuz. Keçip yüreklerde kalan oldunuz. Unutmak olar mı sizi şehitler? Bilercil melikül kuddusül azizil hakim. Yavaş yavaş. Huvellezî be'ase fil ummîne resûlen minhum yetlû aleyhim âyetihi ve yuzekkihim ve yuallimhumul kitâbe vel hikmete ve in kânû min qablu lefî zelâlim mubîn ve âferîne minhum lemmâ yelhegû bihim ve huvel azîzul hakîm. ذلك فضل الله يؤتيه من يشاء والله ذو الفضل العظيم مثل الذين حملوا التوراة ثم لم يحملوها كمثل الحمار يحمل أسفارا بئس مثل القوم الذين كذبوا بآيات الله والله لا يهدي القوم الظالمين. قل يا أيها الذين آمنوا صلوا عليه وسلم. قل أعوذ برب الناس ملك الناس إله الناس من شر الوسواس الخناس مسجدهم والله أعلم بالظالمين. قل إن المكر الذي تعبرون منه فإنه ظاهركم ثم تردون إلى عالم الغيب والشهادة فإنني يكون بما كنتم تعملون. يا أيها الذين آمنوا إذا نودي للصلاة من يوم الجمعة فاسعوا إلى ذكر الله وذروا البيع ذلكم خير لكم إن كنتم تعلمون. فإذا قضيت الصلاة فانتشروا في الأرض وابتغوا من فضل الله واذكروا الله كثيرا لعلكم تفلحون. وإذا رأوا تجارة Burada çok adam var. وَرْمِنَ اللّٰهِ وَمِنَ التِّجَارَةِ وَاللّٰهُ خَيْرُ الرَّازِقِينَ. صَدَقَ اللّٰهُ الْعَلِيُّ الْعَظِيمُ. سُبْحَانَ رَبِّكَ رَبِّ الْعِزَّةِ عَمَّا يَصِفُونَ وَسَلَامٌ عَلَى الْمُرْسَلِينَ وَالْحَمْدُ لِلّٰهِ رَبِّ الْعَالَمِينَ. آمين آمين يا رب العالمين. ما كان محمد صلى الله عليه وآله وسلم
أباحة رجالكم ولكن رسول الله وخاتم النبيين كان الله بكل شيء عليما إن الله ملائكته يصلون على النبي يا أيها الذين آمنوا صلوا عليه وسلموا تسليما Salavat peygamber ve al peygamber Camiye şehitlerimize ruhunu süreç Selama salavat tesbih Allahümme salli ala Muhammedin ve ali Muhammed İlahi kader alaykum Aliyen ve Hüseyin ve Hasan Sümme seccaden mezzebi nücumen bilelen İmamen neymamen felefe Feyre felefe ve bağa tutkuzater mubkuzater Ebel Hasan sallallahu cemil eşrefl enbiyayı vel mürseline velhamdülillahi rabbil alemin amin amin ya rabbil alemin Allahümme affir lil mu'minine vel müminat vel müslimine vel müslimat vel ehyâi minhum vel emvat ve ilâ ervâhil merhumenil mehrureynil mehlumin ve mehlume böyle okuduğunu Allah selamlarının sabahını Ehli Rabbi ruhum istirahat Rahmallahu men gariya suretin mübarek Dayanın beri gelmeyin Haşirini biraz geri Arkalarına git Bismillahirrahmanirrahim Haşirini gelmeyin Elhamdülillahi Rabbil alemin Amin amin ya Rabbil alemin Bismillahirrahmanirrahim Elhamdülillahi Rabbil alemin Elhamdülillahi Rabbil alemin Arkadan çekil, fazla çekil. Buraya yığışmayın lan Haşirini Bismillahirrahmanirrahim Elhamdülillahi Rabbil alemin Geçin arkaya Maliki yevmiddin Na'budu ve nestaîn İhdina sıratal müstakîm sıratellezîne en'amte aleyhim ghayril mağdûbi aleyhim veleddâllîn Bismillahirrahmanirrahim Kul huvallahu ehad Allahus samed lem yelid ve lem yulad ve lem yekun lehu kufuven ehad Allahümme salli ala Muhammedin ve ali Muhammed Ehli Kabristanlığımıza, ehli cemiyen şehitlerimizin Azerbaycan şehitler ruhuna salavat Ruhları şad olsun Kabirlerin nurla dolsun. Okuduk halal hoşlar olsun. Okumak yönünden kabul eleme Allah'tan da. Allah kabul eylesin. Allah rahmet eylesin. Yerleri behiş olsun. Cennet olsun. İlahi amin. Sizlerin de Allah Teala bayrağınızı uca eylesin. Her bir yerde, dünyanın her bir yerinde Allah Teala Prezidentimize kuvvet versin. Ruhu şahmat, işleri azam olsun, canı selamat olsun. Bütün gündür mertebelerden sesi gelsin. Her yerde galip olsun inşallah. Tayyip Erdoğan'dan bahim. Tayyip Erdoğan böyle Türkiye'nin prezidenti Tayyip Erdoğan'dan bahim. Allah her ikisinin kömeği olsun. Ruhları, canları selamat olsun. İşleri azam olsun. Ruhlar da sağlam olsun inşallah. Öpürüm sizi. Sağ olun, selamat olun. Haşeriyle onlara yol verin. Qabağa gelsinler. Bütün şehit aileleri haşeriyle qabağa gelin. Burada keşfer. Deniz sonra onların arasında qazilerdir. Şehit ailelerinde. Yalnız burada şehit aileleri kalsın. Arka hissede qazilerimiz, geride kalanları biraz arkaya çekin. Haşeriyle. Sakin.
Allah sizin şəhidlərimizə rəhmət eləsin. Bunların şücaəti nəticəsində biz bugün bura toplaşmışıq. Hər bir şəhid anasının əllərindən öpürük. Hər bir şəhid atasının alnından öpürük. Hər bir şəhid qardaş və bacılarımıza borçluyuq. Sizlərə ona görə borçluyuq ki, böyle evlatlar böyütmüşsünüz. Vətən yolunda qurban vermişsiniz. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Bu qəbristanlıqda bəylərimiz yatır. Vaxtı ilə qaçaq malla məşğul olan yağı düşmənə qarşı bu başdaşların hərəsi bir səngər olub. Heç bir qaçaq bu ərazidən keçə bilməyib. Allah onlara rəhmət eləsin. Bu qəbristanlıqda ulu babalarımız bu obanın nəsillərini bugünkü günə ərmağan eləyən nəsil ağsaqqallarımız yatır. Allah onların hamısına rəhmət eləsin. Bu qəbristanlıqda ziyalı ata-analarımız yatır. Onların sayəsində bizim uşaqlarımız belə nümunəvi böyüyüblər. Onların sayəsində bu kəndin bu qədər şəhidi var. Allah onlara da rəhmət eləsin. Bu qəbristanlıqda ülamalarımız, şehitlərimiz yatır. Cədlərinə qurban olan Allah onlara da rəhmət eləsin. Nəhayət bu qəbristanlıqda ata-babalarımız, yaxınlarımız yatır. Allah onlara da rəhmət eləsin. Hamımızdan üzr istəyirəm. Allah köməyə Koruya bilmədik. Ama sizin evlatlarınız bu torpağı aldı. Hamımıza minnettarım. Şəhid atası Tahir Babaya söz verirəm. Əziz cəmaatımız, əziz kəşçilərimiz, əziz millətlərimiz, bizim bugün bura yığışmamızın səbəbkarı olan cavanlarımıza, gençlərimizə mən öz minnətdarlığımı bildirirəm. Bu işi təşkil edənlərə eşq olsun. Allah Teala onları uca zirvələrə yüksəlsin. Bu cürə ki, bu kəndin şəhidlərinə ki, hörmət bəsləyiblər, bu şəraiti yaradıblar. Bu şəraiti yaradan həmin şəhidin qardaşlarıdır. Allah onların hamısının ömrünü uzun eləsin. Onların ahını alası, sədasız altında əmələ gələn bu vəzifətə, bu səviyyə çatdırılan həmin o şəhidlərin gəş qardaşlarıdır. Onlar hansı ki, hökmü deyil ki, şəhid olsunlar. Allah saxlasın onları, onların ömrü uzun olsun. Allah dövlətimizin də bayrağını uca eləsin. Bu şəhidlərin hesabına biz Qarabağı almışıq. O prezidentimiz ki dedi ha, Qarabağ Azərbaycandır. Qarabağ! Azərbaycandır. Qarabağ! Azərbaycandır. Qəhrəman şəhidimiz Elnur qardaşımızın anası Marusa müəllimə burada iştirak eləyir. Ona söz veririk. Şıvır camaatı, əziz insanlar, canlarım. Hər birinizə təşəkkür edirəm ki, Mayor Elnur Quliyevi yaddan çıxarmamışsınız. Öz cərgələrinizdən çıxartmamışsınız. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların sayəsində bu işıqlı günəşə qorxusuz baxırıq. Bütün əməyi keçən, başda şəhidimizin atası Tahir müəllim olmaqla, Sayız müəllim olmaqla və Ramil müəllim olmaqla eyni zamanda dəfələrlə paylaşımın gördüyüm, hamının adını çəkə bilmirəm. Qəşəm Süleymanov kimsə bilmirəm. Amma ona çox təşəkkür edirəm. Sarıya adlarını çəkə bilmirəm. Bilirəm, bütün ağsaqqallar yığışıb. Yığışan həmin ağsaqqallar eyni zamanda gənclərimizə, şəhidlərimizin yolunu davam elətdirən, onları bütün Azərbaycanda tanıdan oğlanların hamısına təşəkkür edirəm. Çox sağ olun, çox var olun. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Çalışın.
oğullarımızın tökdüyü, qan töküb aldığı bu kəndləri bu gündən belə sizlər qoruyasınız. Yenidən yağı əlinə verməyəsiniz ki, biz analar baxanda deməsin ki, balalarımızın tökdüyü qan hədər getsin. Çox sağ olun. Hamınıza diqqətinizə görə, eyni zamanda şəhid mayor Elnur Quliyevi yaddan çıxarmadığınıza görə hər birinizə təşəkkür edirəm. Çox sağ olun, çox var olun. Müəllimə dedi ki, mən çox minnətdaram ki, mənim oğlumu yaddan çıxartmayıblar. Bu şəhidlər hamısı bizim şəhidimizdir. Kimlikdən asılı olmayarak. Respublikanın hansı yerinde, hansı ülkede, hansı rayonda, hansı şehirde olanlar, şehit olanlar varsa, onlar hamısı bizim balamızdır. Bizim şehitlerimizdir. Harada bayraq asılıbsa, onlar bizim Ona göre de hamı şehitlere hürmet mənasında hürmet edirik. Bütün şehit ailelerine. Onlar bizim başımızın tacıdır. Şəhidimiz Zahir Əmirxanoğlu'nun bacısı buradadır. Ona söz verdik. Çox sağ olun. Mən də hörmət eləyib, mən də sayınıza çağırdığınıza görə. Birinci böyüyüm buradadır, onun yanında söz danışmaq biraz mənim üçün çətindir. Nə dedirsə, hamısını dedi. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Qalanların da canını sağ olsun. Bu qəhrəman övladlarla çiyin-çiyinə döyüşmüş, onları öz arxasıncan yağı düşmənə qarşı sipər etmiş qəhrəman komandirimiz, bunların komandiri Zahir Həsənov, səhv eləmirəmsə, burada iştirak edir. Ona söz verək. Hörmətli Şırlı kənd sakinləri, bugünkü bu icmanın, bura yığışmasının əsas səbəbi ondan ibarətdir ki, biz öz şəhidlərimizi və torpağımızı yad etməyə gelmiş. 1992-ci il 21 fevral tarixində 848 sayılı hərbi hissə yarananda onun ilk üzvləri, köylü, İşıqlı kənd sakinləri olurlar. 72 nəfər. Demək olar ki, bir rota. Və Cuadı kəndinin, mənim doğma kəndimin müdafiəsini özlərlərini götürürlər. İndi burada gördüyümüz bu şəhidlərin hamısı, demək olar ki, bunların hamısının mənim boyunda böyük yükü var. Ben bu yükü taşıyırım. Ondan başka bizim burada 848 sayılı hərbi hissənin 1-ci rotasının rota komandiri Məmmədov Qaməddin də iştirak edir. Ondan başka Məhəmməd Məlim də burada iştirak edir. Baxşaliyev də burada iştirak edir. Bütün bunlara baxmayaraq burada bugünkü günü Azərbaycan Silahlı Qüvvələrinin 1-ci əskəri olan Cəmşid Ağayev de burada iştirak ediyor. O cümleden Mahmudov Əziz de burada iştirak ediyor. Ben buradan bütün kent əhalisinin hamısını salamlayıram ve sizin hamınıza demək istəyirəm ki, siz fəxr duymalısınız. Çünkü sizin belə evlatlarınız vardır. Ben de bu kəndin evladıyam. Burada mənim analarım, bacılarım, əmlərim, dayılarım, şəhid verdiyim əskərlərin ata və anaları da iştirak edir. Onların hamısının qarşısında baş əyirəm və öz minnətlarımızı bildirirəm ki, onlar belə bir evladı mənə etibar elədilər və müharibəyə göndərdilər. Belə 137 nəfər. Başa düşün. Əziz və hörmətli İşıqlı kənd sakinləri, bir daha mən sizin hamınızla qürur duyuram. Mən sizin hamınızla həmişə fəxr etmişəm. Ona görə fəxr etmişəm ki, mənim dar günümdə də siz mənim dalımca gelirsiniz.
Ona göre de siz de hamurlu karşıla başlayın. Teşekkür ediyorum. Tahir müəllim. Şehit analarından söz demek isteyenler. Bütün şehitlere rahmet eylesin. Gazilerin canı sağ eylesin. Şehit analarına sabır versin. Benim de 93'te hemen bu oğlanla iştirak edeyim. Oğlum yolcu, Recep yolcu. Kardeşim Nicat. Hamısı iştirak edeyim. Allah o dünyalarına versin. Canlarını sağ eylesin. Şükür Allah'a ki bugünkü günde bu torpağımız alındı. Biz de bundan teselli aldık. Şoklarımızın kanı yerde kalmadı. Allah prezidentimizin canını sağ eylesin. Gazilerimize can sağlığı versin. Şehit yoldaşı bacımız burada iştirak ediyor. Ona da söz verdik. Sağ olun Ankent cemaatim. Ben 30 yılda hiç